Hər kəsə salam. Bu gün toxunacağımız mövzu əksər abituriyentlərin çətinlik çəkdiyi bir məqamdır. Sual belədir: biz qeyri-üzvi kimyadakı reaksiyaları əzbərləyək, yoxsa necə yazaq? Deməli, kimyada ümumiyyətlə reaksiyaların bəziləri bəli, əzbərləmək tələb olunur. Yəni əksər hallarda isə onları əzbərləməkdənsə, onların sadəcə kiçik qaydaları var. Onları bilməklə biz reaksiya nəticəsində alınan maddələrin nə olacağını özümüz tapa bilərik, nəinki əzbərləməklə. Yəni 70% hallarda biz özümüz reaksiyanı tamamlaya bilərik. Bu qaydaları bilmək üçün də qeyri-üzvi birləşmələrin əsas siniflərini, yəni oksid əsas turşu duz bölməsini yaxşı bilmək lazımdır. İndi isə gəlin o mövzuya bir diqqət yetirək və beləliklə də biz qeyri-üzvi kimyada da heç bir çətinlik çəkməyəcəyik. İlk növbədə başlayaq oksidlərdən. Oksid nədir? Oksid biri -2 oksidləşmə dərəcəsi göstərən oksigen olmaqla 2 elementdən ibarət olan birləşmələrə oksidlər deyilir. Oksidlər ilk növbədə özləri bölünür 2 yerə. Deməli, duz əmələ gətirən və duz əmələ gətirməyən. Duz əmələ gətirməyən oksidlərin sayı 4 ədəddir. CO, NO, N2O və silisium O. Yerdə qalan duz əmələ gətirən oksidlər isə özləri 4 qrupa bölünür. Deməli, hansılardır? Birincisi əsasi oksidlərdir, daha sonra amfoter oksidlərdir, daha sonra turşu oksidləri və qarışıq oksidlərdir. İndi isə bir-bir bunlara baxaq. Bunlara keçmədən öncə isə biz baxaq ki, hansı maddələr kənardan baxdıqda oksidə bənzəyir, lakin oksid deyil. Deməli, izahın, daha doğrusu tərifin ilk şərtində biz qeyd etmişdik ki, oksigen mütləq -2 oksidləşmə dərəcəsi göstərməlidir. Lakin elə birləşmələr var ki, kənardan baxanda oksidə bənzəsə də oksid deyil. Məsələn, kalsium O2. Burada kalsium bilirik ki, sabit 2 valentlidir. Ona görə də oksidləşmə dərəcəsi müsbət 2 olmalıdır. Çünki metallar həmişə müsbət oksidləşmə dərəcəsi göstərir. O zaman oksigen burada -1 oksidləşmə dərəcəsi göstərəcək. -1 oksidləşmə dərəcəsi göstərirsə əgər oksigen, belə birləşmələrə deyirlər peroksidlər. Peroksidlərə nümunə kimi başqa barium O2-ni, natrium 2O2-ni və yaxud da ki H2O2-ni və s. nümunə göstərə bilərik. Daha sonra belə bir birləşməmiz var bizim. Məsələn, kalium O2. Bu isə superoksiddir, super. Və burada kalium bilirik ki, müsbət 1 oksidləşmə dərəcəsi göstərir. Oksigen onda -2-1 oksidləşmə dərəcəsi göstərəcək. Və bir də ozonitlər var. Kalium O3, kalium yenə müsbət 1, oksigen -3-1 oksidləşmə dərəcəsi göstərir. İndi keçək əsası amfoter, turşu və qarışıq oksidləri xırdalamağa. Deməli, əsası oksidlər nəyə deyilir? Amfoter oksidləri əvvəlcə biz bilsək, əsası və turşunu bir-birindən ayırmağımız çox rahat olacaq. Demək, yadımızda saxlayırıq ki, əsasi və amfoter oksidləri yalnız metallar əmələ gətirir. Qeyri-metallarla əsasi və amfoter oksid əmələ gəlmir. Amfoter oksidlərin valentliyinə görə bir neçə belə deyək də növü var. 2 valentlilərdən məsələn məşhurlarından biri sinko, sonra berilyumu var. Daha sonra var quruluşun oksidi, amma 2 valentli olanı. Bir də ki, qalayın oksidi, yenə 2 valentli olan. Sonra 3 valentli amfoter oksidlərə baxaq. İndi isə onlara tərif verəcəyik. Baxandan sonra alüminium 2O3, dəmir 2O3, xrom 2O3 və manqan 2O3. Yəni, buradakı metallar 2-3 valentlidir. Bir də 4 valentlilər qaldı. 4 valentlilərə də nəzər yetirək. Deməli, manqan O2, sonra stannum O2 və plumbum O2. Bunlar oldu bizdə amfoter oksidlər. Deməli, amfoter oksidlər nədir? Amfi ümumiyyətlə Yunan dilində iki xassə, ikili mənasını verir. İkili nə deməkdir? Yəni bunlar, amfoter oksidlər, həm turşularla, həm turşu xassəli maddələrlə, həm əsaslarla, həm də əsası xassəli maddələrlə qarşılıqlı təsirdə ola bilən oksidlərdir. Amfoter oksidləri tutaq ki, biz bilirik ki, artıq bunlar amfoterdir. Amfoterləri biləndən sonra 1 və 2 valentlik
göstərən elementlərin oksidləri olur əsasi. Daha sonra isə 3 və 3-dən yuxarı valentlik göstərən elementlərin oksidləri isə olur turşu oksidləri. Məsələn, nümunə yazaq. Məsələn, mis oksid. Bu əsasi oksiddir. Niyə? Çünki mis burada 2 valentlidir. Və yaxud da ki, yaza bilərik natrium 2O. Bu formada magnezium O. Bunlar olduğu əsasi oksidlər. Turşu oksidləri isə dedik ki, 3 və 3-dən yuxarı olanlardır. Məsələn, SO2, SO3, nə bilim, N2O5 bunlar turşu oksidlərdir. Bəzən uşaqlar belə bir şey görüb çaşır. Məsələn, xrom O3. Oksigen bilirik 2 valentdir. Xrom da indeksində əgər 3 varsa olur 6 valentdir. Və ona görə də 6 valentli olması onlara belə deyək də yön vermək əvəzinə xromun metal olması onları çaşdırır ki, bu əsasidir. Xeyr. Əgər ki dedik ki, valentlik 3 və 3-dən yuxarıdırsa, bu olacaq turşu oksidi. İndi isə baxaq qarışıq oksidlərə. Qarışıq oksidlərin belə deyək də sayı çox deyil. Bir neçə dənəsi var. Məsələn, dəmir 3O4. Dəmir 3O4 dəmirin 2 oksidindən təşkil olunub. Biri dəmir O, yəni 2 valentli əsası oksiddən, bir də dəmir 2O3. 3 valentli amfoter oksiddən təşkil olunubdur. Daha sonra var bizdə nə? Plumbum 2O3. Deməli, plumbum O, yəni qurğuşun O vurulsun plumbum O2. Sonra 2 amfoter oksid. Sonra bir də var mangan 3O4. Mangan 3O4 isə 2 mol mangan O-dan və mangan O2-dən təşkil olunubdur. İndi isə bu maddələrin hamısı ilə tanış olduqsa, indi keçək onların kimyəvi xassələrinə. Demək, ümumiyyətlə dedik ki, əsası oksidlər və turşu oksidləri. Əsaslıqla turşuluq xassəsi belə deyək də bir-birinin ziddi olan xassələrdir. Yəni məsələn, mən götürsəm, tutaq ki, H2SO4 yəqin ki, hər birimiz tanıyırıq, turşudur. Mən turşunun üzərinə götürüb, turşu oksidi gələ bilmərəm, SO2-ni gələ bilmərəm. Və yaxud da ki, nə bilim, bunun üstünə götürüb, tutaq ki, CO2 gələ bilmərəm, bu reaksiya getməyəcək. Amma mən rahatlıqla H2SO4-ün bir əsası oksiddən, məsələn, kuprumo ilə reaksiyasını apara bilərəm. Beləliklə, burada alacam mis SO4 üstəgənilsin H2O. Və yaxud da ki, biz tanıyırıq ki, natrium OH, yəni natrium hidroksid əsasdır, qələvidir. Qələvinin üzərinə mən götürüb, məsələn, kalsium O gələ bilmərəm, bu reaksiya getməyəcək. Və beləliklə, biz deyirik ki, turşu üstəgənilsin əsas. Əsas üstəgənilsin turşu. Fərqi yoxdur, ikisi eyni şeydir. Daha sonra əsasi oksid üstəgənilsin turşu. Sonra əsasi oksid üstəgənilsin turşu oksidi. Sonra əsas üstəgənilsin turşunun oksidi. Və s. Belə deyək də, turşu və əsas gördünüzsə, deyirsiniz ki, bu reaksiyalar istisnasız olaraq həmişə gedəcək və həmişə də duz və suyun alınması ilə gedir. Yəni, bunu yadda saxlayırıq. Sonra, gəldik, deməli, turşular, ümid edirəm ki, bilirik turşular haqqında. Turşular, belə deyək də, dissosiasiyaya əgər toxunmasaq, deyə bilərik ki, hidrogen və turşu qalığından ibarət olan birləşmələrə turşular deyilir. Əsaslar isə, deməli, hidroksid və metaldan ibarət olan və yaxud da ki, hidroksid və kationdan ibarət olan birləşmələrə deyirlər əsaslar. Əsasların heç də hamısı suda yaxşı həll olunur. Əsaslardan yalnız litium OH, natrium OH, kalium OH, rubidium OH, sonra sezium OH, sonra barium OH2, kalsium OH2 və bir də stronsium OH2 suda yaxşı həll olur. Yerdə qalan bütün əsaslar suda pis həll olur, yəni çöküntüdürlər. Yadımızda saxlayırıq və bu 8 ədəd maddəyə də deyirlər qələvilər. Və baxın, bu 5 ədəd qələvinin metallarına, yəni litium, natrium,
kalium, rubidium, seziuma deyirlər qələvi metallar. Lakin yerdə qalan barium, kalsium, stronsium bunlara isə deyirlər qələvi torpaq metallar. Qələvi ilə qələvi metal, qələvi torpaq metalı bir-birinə qarışdırmaq olmaz. Aha, indi bunlar haqqında məlumatımız oldu. İndi isə keçək biz turşuların aktivlik sırasına. Yəni reaksiyanı aparmaq üçün bilməli olduqlarımıza. Turşuların aktivlik sırasında ilk növbədə biz yazırıq sulfat turşusunu. Daha sonra burada mötərizə açılır. İndi izah edəcəyik ki, mötərizə nədir? HNO3 var, H xlor, sonra H brom, H yod və bir də H3PO4. Niyə bunları mötərizədə yazdıq? Yəni o deməkdir ki, bu 5 ədəd turşu demək olar ki, bir-birinə yaxındır aktivlikləri. Ona görə də bunları mötərizənin içində yazdıq. Daha sonra mötərizə bağlandıqdan sonra gəlir H2SO3, sonra qarışqa turşusu, sonra gəlir sirkə turşusu, sonra gəlir karbonat turşusu və sonda isə silikat turşusu. Deməli, fikir veririk sonda gələn turşulara. Karbonat turşusu yadımızda qalsın. Lakmusun rəngini tam qızarda bilmir. Çünki zəif turşudur. Rəngini çəhrayı edir. Silikat turşusu isə ümumiyyətlə lakmusun rəngini dəyişə bilmir. Çünki çox zəif turşudur. İndi bu turşuların aktivlik sırasını bildik, qələvləri bildik. İndi isə nə edirik? Keçirik deməli reaksiyalara baxmağa. Tutaq ki, mən reaksiyanı aparmaq istəyirəm duz və əsas arasında. Demək, duz və əsasda şərtlər var. Nədir şərtlər? Duz və əsasın hər ikisi də suda həll olan olmalıdır. Reaksiya nəticəsində isə alınan maddələrdən ən az bir çöküntü əmələ gəlməlidir. Ola bilər ikisi əmələ gəlsin, mümkündür. Məsələn, gəlin bir yanlış nümunəyə baxaq, bir dənə də doğru nümunəyə. Məsələn, mən götürürəm kalsium karbonat, üzərinə əlavə edirəm natrium OH. Bu reaksiya getməyəcək, çünki karbonatlar çöküntüdür. Natrium, kalium, NH4-ün karbonatları isə istisnadır. Yəni, bu reaksiya ümumiyyətlə deyirsiniz ki, getmir. Amma gəlin bir dənə də doğru nümunə yazaq. Məsələn, yazaq ki, kalsium nitrat. Bilirik ki, bütün nitratlar suda həll olur. Üzərinə əlavə edək natrium OH. Aha. Bu doğru nümunə olmayacaq yenə də. İndi buna da baxaq. Alınır buradan kalsium OH2, üstə gəlinsin, tutaq ki deyirəm, natrium NO3. Baxın, burada kalsium OH2 çöküntüdürmü? Xeyr. Natrium NO3 çöküntüdürmü? Xeyr. Deməli, bu reaksiyada getmir. Yəni, belə bir cavabın alınması mümkün deyil. Niyə oldu? Çünki başlanğıc maddələrimiz suda həll olan olsa belə, bizim reaksiya nəticəsində çöküntümüz əmələ gəlmədiyinə görə bu reaksiya getməyəcək. İndi gəlin, əsl doğrusuna baxaq. Deməli, mis nitratı götürək, üzərinə əlavə edək, bu dəfə natrium OH. Başqa qələvi də olar, fərq eləməz. Baxın, burada mübadilə reaksiyası gedir. OH-la NO3-ün yerini sadəcə olaraq dəyişirik. Alınır buradan kuprum OH2, üstə gəlinsin natrium nitrat. Yəni, sadəcə mübadilə reaksiyası getdi. Burada 2 dənə OH-ımız var, bu tərəfdə də 2 dənə NO3-ümüz var. Eləməli olduğumuz təşkil natrium OH-ın qabağına 2 atmaqdır, burada 2 atmaqdır. Bu qədər. İndi isə baxaq turşu və əsasla gedən reaksiyalara. Adi bəsit reaksiyalardır. Məsələn, bayaq bir nümunə yazdıq. Kuprum üstə gəlsin H2SO4. İndi gəlin bir dənə də əsasla yazaq. Kuprum OH2 üstə gəlinsin məsələn HNO3. Dedik axı, turşu, əsas bu xassələri göstərirsə maddələr, bunlar istənilən halda reaksiyaya girəcək. Yəni fərqi yoxdur, çöküntüdür, çöküntü deyil, reaksiya gedəcək. Alınır buradan mis nitrat, adi mübadilə reaksiyasıdır. Baxın, nitratla OH yerini dəyişir. Üstə gəlinsin H2O. Hidrogen oksigenlə birləşdi misdə nitratla. Bu qədər bəsit. İndi isə gələk duzla duzun reaksiyasına. Duzla duz da reaksiyaya girə bilər. Amma duzla duzun reaksiyası da elə duzla əsasın şərti kimidir. Yəni, oxdan öncə hər ikisi suda həll olan olmalıdır. Reaksiyadan sonra isə ən az bir dənə çöküntü verməlidir. Məsələn, baxaq belə bir şeyə. Argentium nitrat. Üstə gəlinsin natrium karbonat.
Hər ikisi suda həll olandır. Bilirik ki, nitratlar suda yaxşı həll olur. Natriumun da bütün dozları suda yaxşı həll olur. Reaksiya nəticəsində baxın, adi mübadilədir. CO3 gedir argentiumun yanına, NO üstə gəlir natriumun yanına. Alınır buradan natrium nitrat, üstə gəlsin argentium karbonat. Fikir verin, argentium karbonat burada çöküntüdür. Çünki demişdik axı, karbonatlar çöküntüdür, natrium, kalium, NH4 istisna olmaqla. Bu da oldu duzla duzun şərti. Daha sonra nəyə baxaq? Duzla turşunun şərti. Biz bayaq aktivlik sırasına baxmışdıq. Qayıdaq ora. Baxın, bu aktivlik sırası hər qabaqda duran turşu, məsələn, sulfat turşusu, bu digər turşu qalıqlarından çox-çox qüvvətlidir. Sulfat turşusu asanlıqla digərlərini duzundan sıxışdırıb çıxarda bilər. Gəlin bir neçə nümunəyə baxaq. Məsələn, mən götürürəm natrium 2CO3 karbonat turşusunun duzudur. Üstünə əlavə edirəm sulfat turşusu. Sulfat turşusu aktivlik sırasında ən başdaydı. Sulfat nə edir uşaqlar? Deməli, sulfat gəlir, bu karbonatı elə bil ki, yerindən qovur kimi düşünə bilərsiniz. Gəlir burada natrium 2SO4 üstə gəlsin, karbonat turşusu alınır. Amma karbonat turşusu çox zəif olduğu üçün parçalanır suya və karbon qazına. Daha sonra məsələn, biz dedik ki, bu turşu və turşu qalığına baxırıq. Yəni duzdakı turşu qalığına, bir də turşuya baxırıq. Əgər ki, turşu ondan qüvvətlidirsə, onu sıxışdırıb çıxarar. Ancaq mötərizənin içində məsələn tutaq ki, belə bir şey yazırıq. Yazırıq ki, argentium nitrat üstə gəlsin aşıqlır. Düşünə bilərsiniz ki, axı bunlar eyni qüvvətlidirsə, reaksiya getməz axı. Xeyr, gedəcək. Niyə? Çünki baxın, əgər ki, turşu qalığı ilə turşu eyni belə deyək də aktivliyə malikdirlərsə, əgər reaksiya nəticəsində bizdə əgər ki, çöküntü əmələ gələ bilirsə, bu halda reaksiya gedəcək. Baxın, nitratla xloridin yerini dəyişdirsəm, alınacaq buradan argentium xlor, üstə gəlsin nitrat turşusu. Argentium xloriddə çöküntü olduğuna görə reaksiya rahatlıqla gedəcək və reaksiya nəticəsində çöküntü əmələ gələcək. Sonra bir neçə qaydanı yadımızda saxlayırıq ki, demək, qələvlər hansılardır? Litium OH, kalium OH, natrium OH, rubidium OH, sezium OH, kalsium OH2, barium OH2, stronsium OH2. Bunların belə deyək də oksidləri, yəni əsası oksid, məsələn, litium 2O, nə bilim, natrium 2O üstə gəlsin H2O reaksiyasından alınır litium OH. Amma bizim ixtiyarımız yoxdur ki, kuprum O üstə gəl H2O yazaq. Bu reaksiya getməyəcək. Amfoter oksidlər, məsələn, sinko, üstəgəl H2O, əsla və əsla su ilə qarşılıqlı təsirdə olmur. Bunu yadda saxlayırıq. Sonra, turşu oksidlərinin hamısı demək olar ki, su ilə qarşılıqlı təsirdə olur. Məsələn, SO2 üstəgəl H2O və müvafiq turşunu əmələ gətirir. Alınır H2SO3. Lakin bizim istisnamız var ki, silisium O2 üstəgəlsin H2O, buradan reaksiya getmir. Silisium O2 bildiyimiz məşhur kvars qumunun formuludur. Kvars qumu da, ümumiyyətlə qumdur da, qum su ilə qarışmır, ümumiyyətlə reaksiya getmir. Yəni, bircə də bunu yadımızda saxlayırıq. Sonra, bəsit maddələrin oksigenlə, hidrogenlə, nə bilim, bir-biri ilə qarşılıqlı təsiri isə qeyri-üzvi kimyanın müvafiq bölmələrində verilir. Yəni, bunları biz bilsək, ümumiyyətlə, indiyə kimi danışdıqlarımı bilsək, biz qeyri-üzvi kimyanın demək olar ki, 70%-ni bilmiş olacağıq. Yerdə qalanlar isə artıq bizim öz əzbərləməmizə, yadda saxlamamıza əsaslanan reaksiyalardır. Bu günlük bu qədər.